Deməli, şagirdlər. Bursadan yazırsınız. Kompleks ədədlər. Kompleks ədədlər. Birinci başdan başlayacaq nəyi? Xəyali vahid. Xəyali vahid. Yazılır xəyali vahid. Aha. Xəyali vahid. Yazılır. I kvadratı bərabərdir mənfi 1 şərtini ödəyən I ədədinə xəyali vahid deyilir. Vahid deyilir. Mənim adım nədir uşaqlar? Adil. Xəyali vahidlər mənim adım. Mənim adım nədir? Adil. Sən adın? Şirinnaz. Nə bilim, onun adı nədir? Ramal. Adlandırırlar. Bizdə, baxın, siz əvvəl bilmirdiniz i kvadratı nədir? Mənfi 1'ə, mənfi 1'ə. Bu görürsünüz ha, bu mənfi 1. Görürük hamız mənfi 1'i. Bu mənfi 1'in adına nə deyəcəm? Bir dənə i kvadratı deyirəm. Adlandırıram. Aydındır. Mənfi 1'in adına nə deyirəm? A. Deməli, diqqətlə qulaq asaq. Mən sonra siz qeyd edəcəksiniz. Baxın uşaqlar. Burada bir dənə i'dir. i'nin adına, elə i'nin özünə nə deyəcək? i'yə bərabərdir. i'nin kvadratına dedik nə deyəcək? Mənfi 1. i'nin kubuna isə uşaqlar. i vurulsun i kvadratı yazıram. i kvadratı nədir? Mənfi 1. Mənfi 1 də i'yə vuranda mənfi i. Deməli, i kubumuz nəyə bərabər oldu? Mənfi i'yə. i'nin üstü 4. i kvadratı vurulsun i kvadratı. Bu da bərabərdir. Mənfi 1 vurulsun mənfi 1 bərabərdir 1. Deməli, i özü i'yə bərabərdir. i'nin kvadratı mənfi 1'ə bərabərdir. i'nin üstü kubu 3 olanda mənfidir. i'nin üstü 4 müsbət 1'dir. Bunu qeyd edəyik. Qəşəngdə misallarla yazacağım. Aha. Sürətdən əşaritlər. Aha. Keçə bilərəm. Deməli, bunları biləndən sonra şagirdlər misallarla bir neçə şey öyrənəcəm. Aha. Misal. Deyirəm ki, i'nin üstü 36. i'nin üstü 36. Bunu hesablamaq üçün i'nin kvadratı üstü neçə? 18. i kvadratı nəyə bərabərdir? Nihat? Mənfi 1. Mənfi 1'in üstü 18. 1. Sonra başqa bir misal. i'nin üstü 42. i'nin üstü nə yazacağım? Kvadrat üstü 21.
Mənfi 1-in üstü 21. Bu da olacaq mənfi 1. Başqa bir misal. 4 tane misal verəcəm uşaqlar. İ'nin üstü, diqqət eləyək, İ'nin üstü 57. Necə yaza bilərəm İ'nin üstü 57-ni? İ vurulsun. İ vurulsun İ'nin üstü 56. Bu da bərabərdir. İ vurulsun. İ'nin üstü 2 üstü 28. Bu da bərabər İ vurulsun. Mənfi 1'in üstü 28. Bu da bərabərdir. İ vur 1. Bu da bərabərdir İ'yə. Qulaq asaq birdən də başqa bir misal verim. İ'nin üstü 46. 46 yox. 47. 47. Deməli, İ vurulsun, İ'nin üstü 46 bərabərdir. İ vurulsun, İ'nin kvadratı üstü 23. İ vurulsun, mənfi 1'in üstü 23. İ vur, mənfi 1 bərabərdir mənfi İ'yə. Davam edək. Yoxsa verim qəşəng yazan süper. Verim? Həmşərik verəcəm. Görəcək uşaqlar, nə şirin mövzudur. Bal. Narahat olmayın. Elə izah edəcəkmiş, işte yadınızda qalmayacaq. Heç narahat olmayın. Beş ulduz koyun. Yazdıq, qeyd elədik. İndi. Hamız qeyd elədik. Aha. 5 ulduz koyun. Yazırsınız abzaslar. İ'nin istənilən natural üslü qüvvətini hesablamaq üçün İ'nin istənilən natural üslü qüvvətini hesablamaq üçün İ'nin qüvvətini dördə bölüb bu qüvvəti alınan qalıq ilə əvəz edib hesablayırıq. Gəlin, indi görək nə deyir. Səbinə, nə yazmışsan?
İ'nin qüvvəsini 4-ə bölüb, bu qüvvəti almaq qalır elə əvəzli tutmaq. Nə deməkdir? Yəni 36-nı nəyə böləcəm? 4-ə. Nə düşür? 9. Qalıq nə qalır? 0. Deməli, in üstünə yazacam 0. O da nə eləyəcək? 1. 42-ni nəyə böləcəm? 4-ə. 10 düşür, qalıq nə qalır? 2. Deməli, nə ilə əvəz eləyəcəm 42-ni? 2 ilə. Olacaq mənfidir. 57-ni 4-ə böləcəm. Neçə düşür? 13, 14. 14 düşür. 14 düşür da. Qalıq nə qalır? 56. Nə ilə əvəz? İ'nin üstü 1, o da i demək. 47-ni nəyə böləcəm? 4'ə. Nə düşür? 11 düşür, 3 qalıq qalır. Nə olacaq? İ'nin kubu, o da nə olacaq? Mənfi i. Bəxşi cavablarla eyni şey alındı. Bəxşlər birincidə nə alınmışdı? 1. İkincidə mənfi 1. Üçüncüdə 1. Dördüncüdə də mənfi. Bu da əsasdır. Bayaqçınla da yaza bilərsiniz. Bununla da yaza bilərsiniz. Hansı sizdən ötəri rahatsızsa o şəkildə hesablaya bilərsiniz. Qeyd eləyək misallarımızı. Əsas məsələlər var burada söhbətlər. Həm də bu qızdırması olan şagirdimiz var. Haraya eləyək. Bu misalları yazmadı. Nə vaxt? Aha. Silə bilərəm bunu. Deməli, şagirdlər, diqqətlə mənə qulaq as. 5 ulduz qoyursunuz. Mən də 5 ulduz qoyuram. Elxan. Deməli, siz misal üzərində izah edəcəm ki, kök altında mənfi 4. Siz demişdik ki, cüt dərəcədən kökün altı mənfi ola bilməz, yəni həqiqi kökü yoxdur. Amma demişdim inşallah, gələcəkdə keçəcəm, kompleks kökü var. Yadınıza gəlir diskriminasiya. Demişdik, diskriminasiya sıfırdan böyük olanda, bilək, diskriminasiya sıfırdan böyük olanda iki müxtəlif həqiqi kökü var. Amma diskriminasiya sıfırdan kiçik olanda həqiqi kökü yoxdur. Necə kökü var? Kompleks kökü var. Aynən bu da onun kimi. Deməli, mənfi 4'ü necə yazacaq şagirdlər? 4 vur mənfi 1. Mənfi 1 nə deməkdir? 4 vur i kvadratı. Bu da nə deməkdir? 2i. Başa düşdük. Bir dənə misal yazaq. İlk nur. Kök altda mənfi 49 yazaq. Deməli, 49'u nə yazacağım? 49 vur mənfi 1. Olacaq bu da kök altda. 49 i kvadratı. Bundan da nə çıxacaq? 7. Aydındır. Bir də Cavidan. Bir dənə əl saxlayaq, qulaq asaq, sonra məhsul gözləyəcək. Cavidan. Bir də nə var? Bax, buna aid. Şimdi belə bir şey verə bilər. Yəni, ümumiyyətlə şagirdlərin, nə bilim, riyaziyyatı öyrənmək istəyənlərin, nə bilim, müəllimlərin də deyək ki, müəllimlərin demək olar bilir. Hər şeyi bilir müəllimlər. Deməli, x kvadratı bərabərdir mənfi 16. Bunu necə hesablamaq olar? Deməli, bunu belə hesablayacaq. X kvadratı bərabərdir. İndi, hər şeyi bilirdəmdə, məsələn, mən MİQ müəllimlərinə dərs etəndə, adətən 99% bunu səhv yazır. Bunu nə səhv yazırlar? X kvadratı indi bərabərdir. İndi burada x bərabərdir. Birinci qıraqda bir dənə söhbət edirəm sizə, baxın. Biz demiş x kvadratı bərabərdir, misal üçün 16, müsbət 16. Bundan köy nə çıxır? Necə? Birinci necə həll edir? Plus minus kök altda 16, x bərabərdir plus minus 4. Bir kökümüz nədir? Mənfi 4. Bir kökümüz bu dədə babadan bildiyimiz misal.
İndi buna onu tətbiq. Bax, burada nə? Deməli, indi burada nə olacaq? Plus minus kök altda mənfi 16. X bərabərdir plus minus kök altda 16 vur mənfi 1. X bərabərdir plus minus kök altda 16 i kvadratı. X də bərabərdir plus minus 4i. Bir kökümüz olacaq mənfi 4i. Bir kökümüz olacaq müsbət 4i. Aydındır mı? Və bir dənəsini də verək. Aliyə. X kvadratı bərabərdir mənfi 25. Plus minus kök altda 25. X bərabərdir mənfi 25. Daha doğrusu plus minus mənfi 1. Aha, düzdür. X kvadratı ilə deməkdir. Aha. 25 i kvadratı. X bərabərdir plus minus 5i. Bir kökümüz mənfi 5i. Bir kökümüz də nədir? Müsbət 5i. Əssalam. Aydınlaşın. Siz nə qədər tez yazsaq, baş ucalığıdır. Deməli, indi diqqətlə mənə qulaq asırsınız. Ortadan yazırsınız. Kompleks aha. Deməli, şagirdlər. Deyəcəm ki, Z bərabərdir A plus B-i. B nə? B-i. Şəklində olan ifadəyə nə deyirlər? Kompleks ədəd deyilir. Dedim, neyniyək birinci? Qulaq asaq. Ruskaları göyə qoyun. Deməli, uşaqlar. English language aya deyəcək real numbers. Yəni, real numbers nədir? Həqiqi hissə. Ona deyəcək real numbers belə edirlər. Real Z yazırlar. Bu A deməkdir. Imaginary numbers. Imaginary nədir? Xəyali, imaginary hissə. İngilis dilin atasıdır. Buna da deyirlər imaginary Z. Bu da B. Misal, Z bərabərdir 4 plus 3. Həqiqi hissəsi nədir? Yəni, həqiqi uşaqlar, orada sabit var, təkcə ədə. Ona deyəcək 4. Imaginary, yəni xəyali. İ'nin yanında olanlara nə edəcək? Imaginary. O da olacaq 3. Bu da oldu 3. Qeyd edeyim. Deməli, bunu buradan silək. İndi 5 ulduz qoyaq. Z bərabərdir A plus B-i kompleks ədədinin uzun oldu. Ədədinin qoşması nə olacaq? A minus B. Bir də uşaqlar, belə bir şey versənizə, Z bərabərdir A plus B. Diqqətlə qulaq asın. Z-in belə başında papaq olsa, nə olacaq? Deməli, kişidir bu. Nə olacaq? Qoşması olacaq da, elə də deyirsiniz. Qoşmasıdır.
Bunun qoşmasıdır. Misal. Z bərabər 3 plus 2 inin başında papaq belə versə, nə olacaq? 3 minus 2 i. Çətin bir şey yoxdur ki. Hələ ki yoxdur. Aha. Deməli, indi yazacaq uşaqlar ortada. Kompleks ədədlər üzərində əməllər. Neçə əməlimiz var idi? Neçə əməlimiz var idi? 2. Hansı əməllər? Yaxşı əməl, pis əməl. İndi neçə əməl keçəcəyik biz burada? 4 dənə. O əməllər. Aha. Deməli, birinci əməlimiz nədir uşaqlar? Kompleks ədədlərin nəyi? Toplanılması. Z bir bərabərdir. Misal üzərində izah edəcəm. 3 plus 2. Z 2 də bərabərdir. 1 plus 2. Deməli, indi birinci əməldir burada. Z1 üstəgəl Z2-ni soruşur. Bərabəri sual. Necə edəcəm? Deməli, Z1 üstəgəl Z2. Z1-in qiyməti nədir? 3 plus 2. Z2-nin qiyməti nədir? 1 plus 2. 3-ün üstünə 1 gələndə 4. 2-nin üstə i gələndə üstəgəl 3. Bu nə oldu? Kompleks ədədlərin toplanılması. İndi bir də yazaq nəyi onun? Sıxılması. Deməli, eyni misal yazacağım. Z1-imiz nədir? 3 plus 2i. Z2-imiz nədir? 1 plus i. Qulaq asın ki, sonra narahat olmayın. Bax, əmsalı videoda da var, təzdən baxa bilərsiniz. Əmsalı gözləyəcəm. 50 dəfə sual başa düşəsiniz. Deməli, indi bizdən soruşa bilər. Z1 çıx Z2. Nəyə bərabərdir? Sualıq. Deməli, Z1 çıxılsın Z2. Z1-imiz nədir uşaqlar? 3 plus 2. Normal dədə-baba qaydasından. Mötəzənin qarşısında mənfi işarəti varsa, mötəzənin içərisində işarələr dəyişir. Burada da qalır 2 plus 2. Aydındır bu da. Ha. Sonra nəyi var bunun deyəcək? Vurulması və bölünməsi. Bunu qeyd edeyim. Deməli, indi bir də bunların nəyi var şagirdlər? Vurulması və bölünməsi. Aha. Deməli, bunları belə edirəm ki. Aha. Bunu da burada dəyişək. Bunu eləyək nə? Uşaqlar, vurulması. Bunda nə eləyək uşaqlar burada? Bölünməsi. Bölünməsi. Ha, deməli vurulmaz. Deməli, Z1 vurulsun Z2. Ayəndə yazın. Deməli, burada yazın. 3 üstəgəl 5i. 2 kvadrat nə deməkdir? 2 kvadratı mənfi 1-dir ona görə. Bu da olacaq. 1 plus 5i. Bu vurulması oldu. Sonra bölünməsi. Deməli, Z1 bölünsün Z2-ni soruşur. Deməli, Z1 bölünsün Z2. Aha. Z1-imiz nədir ki? Z2-miz. Deməli, bunu nəyinə vuracaq? Qoşmasına. Bu da 3 plus 2i 1 minus i. Aşağıda olacaq
Deməli, biz hansı dövrdə yaşayırdıq? Texnologiya. Ona görə bunu yazdıq belə, qoyduq bu tərəfə. Deməli, bunda biraz zadaq belə. Vuru başdan 3, çıxılsın 2, üstəgəl 2i, çıxılsın 2i-nin kvadratına. Aşağı 1, çıxılsın i kvadratına. Deməli, 1 üstəgəl 1. Bura edir 2. Bu i kvadratı mənfi 1-dir. Olacaq müsbət 2. Üstə gələndə 5 sırf i-yə bərabərdir. Bunu da belə yazdım. 2-də 5 sırf 2-də 1 i. Deməli, gəldik dərsimizin sonuna çatdıq. Z and sağ olun. Növbəti videolarda görüşünə qədər.